Salam yoldaşlar, hər vaxtınız xeyir. Güvən test topuzundan izahlarımızı davam edirik. Çevrə zəbər və sürətli hərəkət bölməsinin period, tezlik və bucaq sürəti mövzusunun A və B testlərinə baxmışdıq. Kanalda videolar mövcuddur. İndi keçirik C testlərinə baxmağa. Başlayaq ilk sualımız birinci sualla. Çevrə zəbər və sürətli hərəkət edən maddi nöqtənin fırlama periodu 6 saniyədir. Matematikdə A-dan D-yə nə qədər vaxta gəlir? Görürəm ki, bu çevrəmiz 4 bölgüyə ayrılıb. Yəni 6-nı bölürəm 4-ə. Deməli, hər bir bölgüyə 1,5 saniyə ayrılıb. İndi A-dan B-yə deməli bu cisim 1,5 saniyə, B-dən C-yə 1,5 saniyə, C-dən D-yə 1,5 saniyə, D-dən də A-ya 1,5 saniyə gedir və ümumi bir tam dövrə 6 saniyə sərf olunur. Bizə deyir ki, maddə nöqtə A-dan D-yə nə qədər vaxta gəlir? Deməli, A-dan B 1,5, B-dən C 1,5, C-dən də D 1,5 saniyə sərf olunur və bu cisim D nöqtəsinə gəlir. Onda deməli, ümumi nə qədər vaxt sərf olunur? 4,5 saniyə sərf olunur. Deməli, X cavabı olur C variantı. Yandakı sualla baxırıq. 6. Dairəvi stadion ətrafında A və B cisimləri əks istiqamətlərdə bərabər sürətlə hərəkət edir. İlk dəfə bunlar 5 nöqtəsində görüşürlər, yəni bu nöqtədə görüşürlər və bu cisimlər ikinci dəfə hansı nöqtədə görüşər? Nöqtələr arasındakı məsafələr bərabərdir. Deməli, bunlar 5 nöqtəsində görüşənə qədər A cismi nə qədər yol gedir? SA yazaq. Getdiyi yol 2 bölgüdür. B cisminin getdiyi yol isə neçə bölgü gedir B cismi? 1, 2, 3, 4, 5, 6 dənə bölgü gedir. Düzdürmü? Deməli, A cismi 2 bölgü, B cismi 6 bölgü gedir. Bunlar bərabər sürətlər getdikləri üçün A cismi növbəti 2 bölgün getdiyində, yəni 5 nöqtəsindən hərəkətə başlayaq yenə. Yəni növbəti 2 bölgün getdiyində 3 nöqtəsinə gəlir. B cismi isə artıq A cismi 2 bölgü getdiyində B cismi yenidən 6 bölgü gedir. Onda 5-dən başlayaq. 1, 2, 3, 4, 5, 6. Deməli, A cismi 3 nöqtəsinə gəldiyində B cismi də 3 nöqtəsinə gəlir. Deməli, bunların ikinci dəfə görüşdüyü nöqtə 3 nöqtəsi olur. Deməli, 6-cı sualın cavabı B variantı. 2. Çevrə zəbər və sətdə hərəkət edən maddi nöqtə 30 dərəcəli qövsü 5 saniyə dönür. Maddi nöqtənin dönmə periodunu deyir tap. Biz buradan dövrü tapsaq, n bərabər və bununla tapa bilərik ki, 30 dərəcəni bölürəm, ümumi bucağım 360 dərəcəyə. Çevrədə tam bucağım 360 dərəcədir. Onda deməli, sıfırlar getdi, 3 böl 36 qaldı. Bunu da hər tərəfini 3-ə böldükdə 12-də 1. Düzdürmü? Biz periodu tapırıq nə ilə? Period böyük tərəfini eşit olunur və zamanın dövr sayına nisbətidir. İndi burada zamanı bizə verib 5 saniyə, yəni kiçikdir 5-dir. Bölürəm dövr sayına, yəni 12-də 1-ə. 5-i vururam 12-yə, qiymət olur 60 saniyə. Yəni cavab olacaq 2-ci sualda D variantı. 7. Çevrə zəbər və sətdə edən maddi nöqtənin dönmə periodu 1 saniyədir. Yəni əvvəlcə bunun qiyməti 1-dir. Daha sonra periodun qiymətini 3 saniyə artırdıq. Yəni 1-in üzərinə 3 gəldi, oldu 4 saniyə. Deməli, periodun qiyməti əvvəl 1 idi, indi oldu 4. Deməli, periodun qiyməti neçə dəfə artdı? 4 dəfə artdı. Onda bucaq sürəti necə dəyişər? Bucaq sürəti omega hərfi ilə işarə olunur və düsturu 2 pi bölünsün t. Yəni bucaq sürəti dövrmə periodundan tərs asılıdır. Yəni period 4 dəfə artanda bucaq sürəti 4 dəfə azalacaq. Cavabımız olacaq 7-ci sualda A variantı. Növbəti sualımız aşağı düşək 3-cü sual. Bizə deyir ki, verilmiş çevrə zəbər və cismin bucaq sürətini verib bizə 10,5 radian bölünsün saniyə. Bu cisim A nöqtəsindən B nöqtəsinə nə qədər vaxtda çatar? Dönmə bucağı 60 dərəcədir. Onda biz yenə dövrümüzü tapsaq, 60 dərəcəni bölək 360 dərəcəyə. Sıfırlar gedər, 6 bölünsün 36. Hər dəfə 6-ya böldükdə 6-da 1. İndi bucaq sürətinin dövr sayından düsturu omega bərabərdir 2 pi m bölünsün t. Buradan mən
zamanı tapmalıyam. Çünki deyir ki A nöqtəsindən B nöqtəsinə nə qədər vaxta çatar. Zamanı t-ni tapanda olur 2 pi n bölünsün omega. Yəni 2 pi-si 3 dövr sayı 6-da 1 omeganın yəni bucaq sətinin qiymətini bizə verib 10-da 5. İndi hesablayaq. 2 vur 3 6. 6-nı vuranda 6-da 1-ə cavab edir 1. Yəni 6-lar getdi. Məxrəcdə 10-da 5 var. Yəni 1 bölünsün 10-da 5 nədir? 2-də 1-dir. 1-i 2-də 1-ə böldükdə 1-i vururam 2-yə qiymət olur 2. Deməli mən bu cisim A nöqtəsindən B nöqtəsinə 2 saniyə ərzində çatacaq. Bütün sualın cavabı olur belə işdə Y variantı. Sonra həmin üsulla 8-ci sualı da həll edə bilərik. Deməli burada dönmə bucağı 120 dərəcədir. Onda mən yenə dövr sayını tapanda 120-ni bölürəm 360 dərəcəyə. Bu bizə verir 3-də 1. Deməli bu dövr sayı 3-də 1-dir. Onda bucaq sayını yenə omega bərabər 2 pi-n böl t ilə tapıram. 2 pi-si 3 dövr sayı 3-də 1. Zaman da bizə neçə verib? 10-da 2 verib. Buradan 3-lər getdi. 2-ni böldüm 10-da 2-yə. Cavab eləyir 10. Deməli, mənim bucaq sürətim 10 radian bölsün saniyə bərabərdir. 8-ci sualın cavabı. Aşağı düşək. Növbəti suallarla. 4. A nöqtəsindən D nöqtəsinə 15 saniyə ərzində gəlir. Deməli, bu çevrənin 3 bölgüsünü 15 saniyə gedir. Onda deməli, hər birinə nə qədər düşür? 5 saniyə düşür də. 5 saniyə. A-dan B 5 saniyə, B-dən C 5 saniyə, C-dən D 5 saniyə sərf edir. Ümumi 15 saniyə D nöqtəsinə gəlir. Onda deməli, D-dən A-ya da 5 saniyə sərf eləyər. Onda ümumi mənim periodum 5, 5, 5, 5 nəyə bərabərdir? 5 vurulsun 4, 4 dənə 5-imiz 20-yə bərabərdir. Bir tam dövrə 20 saniyə sərf olunur. Periyod 20. Tezlik tapanda tezlik periodun tərsi, yəni 1-i bölürəm 20-yə, cavabımız eləyəcək neçə? 0-dan %5 və periyodun vahidi 1 bölünsün saniyə və yaxud saniyə üstü -1-dir. Cavabımız olacaq 4-cü sualda A variantı. 9-da isə deyək ki, cisim A nöqtəsindən B nöqtəsinə 3/1 saniyə ərzində gəlir, yəni zamanın 3-də 1. Dönmə bucağını bizə verir 60 dərəcə. Yenə dövr sayını tapdıqda 60 dərəcəni bölürəm tam bucaq, yəni 360 dərəcəyə. Bu da bizə verir 6-da 1. Onda periodu tapıram nə ilə? Zaman bölünsün dövr sayı ilə. Zamanım 3-də 1, dövr sayım da 6-da 1. Bunun kəsirlərin bölünməsi 3-də 1-i 6-da 1-ə böldükdə 6 yuxarı qalxır, 3 aşağı düşür, olur 2 saniyə. 6-nı böldüm 3-ə cavab elədi 2 saniyə. 9-cu sualda. Son 2 sualın bu testcə 10 testdən ibarətdir. 5. Çevrə hərəkət edən mat nöqtənin bucaq səthin zamanı az qrafik verilib. 8 saniyə ərzində radius sətinin dönmə bucağının qiyməti. Bucaq sürəti bərabərdir dönmə bucağının sərf olunan zamana nisbəti. Burada dönmə bucağını tapanda, yəni delta p-ni bucaq sürətini vururam zamana. Hasil olduğu üçün biz fiqurun sahəsinə baxırıq. Yəni bucaq səthin zamanı asılı qrafikini, qrafikin altına qalan fiqurun sahəsi bizə verir dönmə bucağının qiymətini. İndi burada hansı fiqurdur? Trapesiyadır. Trapesiyanın sahəsini tapanda oturacaqları cəmləyib bölürük 2-yə vururuq hündürlüyə. Aşağı oturacaq 0-dan 8-ə 8-dir. Yuxarı oturacaq 0-dan 4-ə, yəni 4-dür. Bölür 2-yə vururuq. Hündürlük də 0-dan 3-ə 3-dür. Bu da bizə nə verir? 8 plus 4, 12, 12-ni böləndə 2-yə, 6, 6-nı vuranda 3-ə 18-dir. Fiqurun sahəsi 18-ə bərabər olduğu üçün, deməli, burada dönmə bucağının qiyməti 18 radiyana bərabərdir. 5-ci sualın cavabı C variantı. Sonuncu sualımız 10. Uyğunluğu müəyyən edin. Saatın saat rəqəmi dörtmə periodu. Deməli, bu nə deməkdir? Misal üçün, günorta saat 3-dür. Bir də nə vaxtdan sonra 3 olacaq? Gecə saat 3. Nə qədər vaxt getdi? 12 saat getdi. Yəni 12 saatdan sonra saat əqrəbi təkrarlanır. Yəni bir tam dövr edir. Yəni, eyni yerə gəlir, bir tam dövr edir. Deməli, saatın saat əqrəbinin dörtmə periodu 12 saatdır. 2-yə gedir. A. Saatın dəqiqə əqrəbi. Misal üçün, 4-ə 5 dəqiqə işləyir. Bir də nə vaxtdan sonra 5 dəqiqə işləyəcək?
5'ə 5 dəqiqə işləyəcək. Yəni 1 saatdan sonra. Deməli, dəqiqə rəqəbində təkrarlanması, yəni eyni nöqtəyə gəlməsi 1 saata sərf olunur. Yəni deməli, saatın dəqiqə rəqəbinin dönmə periodu 1 saatdır. O da cavablarda yoxdur. Yerin öz axıtını fırlanma periodu bu bir gündür. Yəni bir sutka, yəni 24 saat 3-ə uyğundur C variantı. Yerin günəş ətrafından fırlanma periodu da bir ildir D. Ayın yer ətrafından fırlanma periodu təxminən bir aydır. O da cavablarda yoxdur. Deməli 1-ə D, 2-yə A, 3-ə də C variantı uyğun gəlir. Bu da izahımızın sonu. Növbəti izahlarda görüşənədək özünüzdən müğayət olun.